Hamınızı salam dostlar. Bugün sizlerle bir yerde çoktan da almak istediğim, sizlere göstermek istediğim ama gösterebilmediğim şokolatını bir yerde okuyacak. Bir yerde dediğim benim en yakın dostum, kardeşim kimidir. Şimdi kardeşimle beraber bu şokolatı yoxlayırıq. Şimdi şokolatı açırıq. Burada açmağa yeri var böyle. Bunu açırıq. Sonra buradan böyle açırıq ve içinden şokolatın özü çıxır. Şokolatı açıq. Bir de bir yandan. Dostlar, şimdi şokolatı açıp gəlirik. Ben dostlar, şimdi şokolatı açmaq için yer tapdım. Uğraşacağım. Ne kadar korkuyorum. Bir tane de qab çıxdı oyunda. Dağılıb dostlar. Dağılıq olur. Belə bu. Bu belə açıq satılır. Nədir? Sütlü şokolatdan fərqi yox. Bir dənəsi belədir. Hə, sütlü şokolatdan fərqi yox. Bir dəqiqə açıb yiyəcəm. Fərqi yoxdur sütlü şokolatdan. İçi belədir. Fərqi yoxdur. Sütlü şokolatdan fərqi yoxdur. Bir də 4 manat. Ama içində belə fındık dənəsi kimi bir şeyler var. 4 manat veriyor. Ondan sonra sütlü şokolat var. Belə baklavanı təsir. Çox gözəldir. İstəyirsinizsə ala bilərsiniz. Bekarçılıqdırsa. Amma normalda almaqdansa ağ şokolad alın, ona daha yaxşı. Həm ucuz olur, həm də daha yaxşı dadıdır. İçində belə qara qarnası var. Nə olacaq? Yəni çox dadlıdır. İstəyən ola bilər. İstəyən almaya bilər. Amma sizə deyə bilərəm ki, dadlı şokoladdır. Nəysə dostlar, keçək bağlanışa. Dostlar, özünüzə yaxşı baxın. Kanalıma abunə olub like etməyi unutmayın. Bir də videolardan xəbərdar olmaq üçün zəng düyməsini tümü edin. İstəməyən abunə olmasın, sizi zorlamıram. Amma videomu bəyənənlər like ata bilər. Çox sağ olun, bir daha özünüzə yaxşı baxın. Bir sonraki videoda görüşmək üzrə. Sağ olun, bizimlə qalın.